Salam şagirdlər, sınaq üçün izahlarına başlayaq. Birinci sual. Deməli, kökün altında 8 üstə gəlinsin 4x ifadəsinin mənası var. Əziz şagirdlər, kökün dərəcəsi burada cüt olduqda kök altı ifadənin 8 üstə 4x'in böyük bərabər 0 olması lazımdır ki, mənası olsun. Buradan da 4x böyükdür bərabərdir -8'ə, x də böyük bərabərdir -2'yə. Yəni -2'dən müsbət sonsuzluğa kimi cavabımız C variantı. Yox, əgər şagirdlər kökün dərəcəsi tutaq ki 3-cü dərəcədən 8 üstə gəlsin 4x olsaydı, bax bu şəkildə olsaydı, kökün dərəcəsi tək olduqda onda kök altı ifadənin mənası hər zaman olacaq x-in istənilən qiymətində. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq cavab. İkinci suala başlayaq. Deməli, kökün altında pi çıxılsın kök altı 15 kvadratı üstə gəlsin kök altında 15 çıxılsın 2pi'nin kvadratı. Burada nəyə baxaq şahiddə biz? Deməli, ifadəsini sadələşdirin. Kökün dərəcəsi cüt olduqda, bax bu 2 ilə bu kök gedir. Qalır nə? Modulda pi minus kök altında 15. Digəri də modulda kök altında 15 çıxılsın 2pi şəklində sadələşdirəcək. Bundan sonra biz nəyə baxmalıyıq? Kökün modulun içərisindəki ifadə müsbətdir, yoxsa mənfidir. Əgər mənfi olsa yerlərini dəyişib çıxardacaq, müsbət olsa eyni şəkildə çıxardacaq. Deməli, pi 3,14'dür. Kök altı 15'dən də təqribən 3,8 belə bir 4'ə yaxın bir ədəddir də, belə deyək. Göründüyü kimi kiçik ədəddən böyük çıxmışıq. Deməli, bu modulun içərisində necədir? Mənfi ədəddir. Digərinə baxaq. Kök altı 15'dən dediyimiz kimi 3 təqribən 18 çıxır. 2pi, yəni 2 vurulsun 3,14. Bu da 6 tam eləyir. Yəni bu da mənfi eləyir. Deməli, hər iki modulun içərisini biz sadələşdirsək nə eləyəcək? Hər iki modulun içərisinin tərsinə çevirib çıxardacaq. Kök altında 15 çıx pi şəklində olacaq. Üstə gəlinsin. Bu da 2pi çıxılsın kök altında 15 olacaq. Buradan kök altı 15'lər gedir. Mənfi pi'nin üzərinə 2pi'ni gəldikdə doğru cavab eləyəcək pi. Cavabımız A variantı. Üçüncü sual. B kiçikdir 0 şərtində kökün altında 14-cü dərəcədən A üstü 28, B üstü 42 ifadəsini sadələşdirilir. Şagirdlər, kökün dərəcəsi cütdür. Bu 28 ilə, bax bu 28 ilə, A üstü 28 ilə 14'ü xısar desək, onda modulda A kvadratı çölə çıxar, vurulsun. 14 ilə də bu 42'ni, bax buradakı 14 ilə 42'ni xısar desək nə olar? Modulda B üstündə 3 çıxacaq. 42'ni 14'ə bölündə 3 eləyir. Deməli, A burada mənfi də olsa, nəticədə nə olacaq? Modulun içərisini müsbət eləyəcək. Qalacaq A kvadratı vurulsun. İndi burada deyir ki, bizə şərtdə B sıfırdan kiçikdir. Ona görə, kub olduğuna görə bunun modulun içərisi də mənfidir və biz bu cür ifadələrdə, bax belə deyək, elə B kubun çıxartsa buradan və bu da mənfi olduğuna görə qarşıya bir dənə mənfi atacaq. Deməli, doğru cavabımız mənfi A kvadratı B kubu. Deməli, B variantındadır həmin cavabda. Dördüncü sual. 3 kök altında 6 çıxılsın 2 kök altında 2 kvadratı ifadəsini deyil, hesablayaq. Deməli, müxtəsər vurma üstünü tətbiq edəcək. Birincinin kvadratı 3 kök altı 6'nın kvadratı çıxılsın 2 vurulsun 3 kök altında 6 vur 2 kök altında 2. Üzərinə gəl 2 kök altı 2'nin mötərizə kvadratı. Bu da bərabər. 3 kök altı 6'nın kvadratı şahidlər. 3'ün kvadratı 9 eləyir. Kök altı 6'nın da kvadratı 6 eləyir. Çıxılsın 2, 3, 6. 6'nı da bu 2'yə vurduqda neçə eləyir? 12. Kök altında bu kök altı 6 ilə kök altı 2'ni bir kökün altına salsa 6 vur 2 eləyəcək 12. Üzərinə gəl. 2'nin, bax buradakı 2'nin kvadratı 4. Bu kök altı 2'nin kvadratı da 2. Bərabərdir
9'u 6'ya vurduqda 54. Bu kök altı 12 var aşağıda. Bunu yaza bilərik biz necə? 4 vurulsun 3 şəklində. Bu 4-dən də çölə nə çıxacaq? 2 çıxacaq. Kök altı 4-dən 2 çıxır axı. 2'yə qarşıdakı kökün qarşısındakı 12'yə vursa, eləyəcək necə? 24 kök altında 3. Üzərinə gəlsin 8. Bu da bərabər. 54 ilə 8'i toplasaq 62 çıxılsın 24 kök altında 3 eləyəcək. Bu da Y variantındadır. Doğru cavab Y variantı. 5-ci sual. 7 kök altında 7 bölünsün kök altında 53 çıxılsın 2. Kəsimin məxrəcin irrasionaldır. Şayda kök altı ifadələri məxrəcin irrasionalını azad eləyərkən biz nə edəcəyik? Bunun qoşmasına vururuq. Yəni 7 məxrəcin qoşması nədir? Kök altı 53 çıx 2'nin qoşması bunun toplamasıdır. Onda məxrəcə vurduğuma görə surəti də kök altı 53 topla 2'yə vuracağım. Bu da bərabərdir. Surəti yazaq 7 kök altında 53 üzərinə gəl 2. Məxrəcdə isə şahidlər bu ifadə birlikdə bizə nəyi verir? Müxtəsər vurma düsturu. Yəni kök altı 53'ün kvadratı çıx 2'nin kvadratının açılışıdır. Məxrəc eləyəcək kök altı 53'ün kvadratı 53. 2'nin kvadratı da 4. Surətdə 7 qalsın. Kök altı 53 üstə gəl 2. Bu da bərabərdir. 53'dən 4 çıxdıqda neçə eləyir? 49. Bu 7 ilə 49 xısar geçsə qalacaq məxrəcdə 7. Yəni cavabımız bizim bu şəkildə olacaq. Kök altında 53 üzərinə gəl 2 bölünsün 7. O cavabımız bizim Y variantında görsəlir. Doğru cavab Y bəndi. 6-cı sual. Kök altında 32 üzərinə gəl kök altında 108 üzərinə gəl kök altında 72 üzərinə kök altında 48 kök altında 75 üstə gəl 5 kök altında 2. Şayda bunu biz sadələşdirə biraz. 32'ni kökün altında necə yazacağım? Burada üstündə yazaq. 32'ni yazacağım 16 vur 2 şəklində. 108'i yazacağım 36 vur 3 şəklində. 72'ni yazacağım 36 vur 2 şəklində. 48'i də yaza bilərik biz 16 vur 3 şəklində. Deməli olacaq 16'dan 2 16 kök altı 16'dan 4 çıxacaq. 4 kök 2 üzərinə 36'dan 6 kök 3. Buradaki 36'dan da yine 6 kök altında 2 üzərinə 16'dan da 4 kök 3. Məxrəcdə də bu 75'i biz necə yazacağıq? 25 vurulsun 3 şəklində. 25'dən də 5 çıxacaq çölə. 5 kök altında 3 üstə gəlsin 5 kök altında 2 bərabərdir. İndi 4 kök 2 ilə bax bu 4 kök 2 ilə bu 6 kök 2'nin qarşı bir yerdə toplasaq eləyəcək 10 kök altında 2 üzərinə gəl. Bu 6 kök 3 ilə də bu 4 kök 3'ü toplasaq 10 kök altında 3 eləyəcək. Məxrəcdə də 5'i çölə çıxarsaq şagirdlər nə qalar? Kök altı 3 topla kök altında 2. Surətdən də 10'u çıxarsaq çölə kök altı 2 üstə gəl kök altında 3. Bölünsün 5 kök altı 3 üstə gəl kök altı 2. Demək göründüyü kimi bunlar ixtisar gedəcək. Onu da 5'ə böləndə cavabımız eləyəcək 2. Cavab C bəndi. 7-ci suala bax aşağıda. 5 bölünsün kök altında 75 üzərinə gəl 20 bölünsün kök altında 5 çıxılsın kök altında 1 bölünsün 3 ifadəsini sadələşdirdik. Biz nə edək şahidlər burada? 5 bölünsün, bax bu 75'i 25 vurulsun 3 şəklində yaza bilərik. 25'dən də çölə çıxacaq 5 kök altında 3 üstə gəlinsin. Burada da bunu hələ ki saxlayaq. 20 bölünsün kök altında 5 saxlayaq. Çıxılsın. Bax bunu biz necə yaza bilərik? Hər birini ayrı-ayrı da yazsam, yəni kök 1 bölünsün kök 3 şəklində yazsam, bax bu ifadəni, onda surətdən 1 çıxacaq, məxrəcdə kök altı 3 qalacaq. Bu da bərabər. İndi hər birini ən yaxşısı
Hər birini kəsrlərin ayrı-ayrıda irrasionaldan azad eləmək daha yaxşı olar. Sizə daha rahat olar. Ona görə o üsulla deyəcəm. Yəni birinci kəsirdə bax 5 ilə bu 5 gedir. Bax gördüyünüz kimi burada nə qalır? 1 böl kök 3. Bu da 1 böl kök 3. Deməli bunlar ixtisar gedir. Qalır nə? 20 bölünsün kök altında 5. Kök altında 5'ə vursam qoşmasına. Kök altı 5. Surətə də vuracam kök altı 5'ə. Məxrəc bura eləyəcək 5. 5 ilə də bu 20 ixtisar gedəndə nə qalır? 4. Deməli 4 kök altında 5 eləyəcək cavabımız. Bu da bizdə Y variantında verildi. 8-ci suala baxaq. Kökün altında -5 kvadratı üstə gəlsin. 3-cü dərəcədən -3-ün kubu çıxılsın -2-nin kvadratı çıxılsın -3-ün kubu bərabərdir. Demək şahiddə nə yadda saxlayaq? Kökün dərəcəsi cüt olduqda və buradakı ifadə də kvadrat olduqda, kökün altı ifadə cüt dərəcə olduğunda buradan müsbət çıxacaq. Yəni bu 2 ilə bu kök gələcək birincidən. Birincidən neçə çıxacaq? 5. Üzərinə gəl. Bax kökün dərəcəsi 3'dür. Bu da qüvvətdə tək dərəcədir. 3'lər ixtisar gedəcək. Bu 3'lər ixtisar gedəcək. Amma -3 şəklində çıxacaq. Bu da -2'nin kvadratı da. Bax burada -2'nin kvadratı müsbət 4 edir. Yəni qarşıdakı mənfisi qalır. 4 çıxır. Çıxılsın. Bu -3'ün də kubu -27 tək dərəcə olduğunu bərabərdir. 5. Bu müsbət mənfi eləyəndə çıx 3, çıx 4. Bu mənfi də mənfiyə bax burada dəydi də üstə gəl olacaq 27. Bu da bərabərdir. 5'dən 3 çıxanda 2, 2'dən 4 çıxanda bax -2, -2'nin üstündə də 27 gələndə 25. Doğru cavab C bəndi alacaq. Şahiddə. Şahiddə unutmayaq ki, bax bəzi şagirdlər bu məsələdə səhv edir. Məsələn, -2'nin kvadratı ilə bu -2'nin kvadratı ayrı cavablar. -2'nin kvadratı -4 eləyir. Bunun kvadratı isə müsbət 4 eləyir. Bax burada verilib kvadrat şəklində. Çaşmamaq üçün, bilməyən şahirdlərimiz üçün xatırlatmaq üçün yazdım. 9-cu suala baxaq. Kök altında 2,7 vurulsun 5, 5,25 bölünsün kök altında 27 ifadəsinin qiymətini hesablayın deyir. Bu neyini şahidlər? Bunun ən gözəl üsulu 2,7'ni kök altında 27 bölünsün 10 şəklində yazaq, vurulsun. Bax bunu da çevirməyə çalışaq şahidlər. 27 məxrəcdə qalır, düzgün olmayan kəsə çevirsək. 5'i 27'ye vuranda eləyər 135, üzərinə də 25 gələndə 135'in üstünə 25 gələndə 160 eləyər. Bu da bərabərdir. İndi kökün dərəcələri hər ikisində baxın, hər ikisində eyni olduğuna görə bir kökün altında yaza bilərik bu ifadələri. 27 böl 10 vurulsun 160 bölünsün 27. Bu 27'lər burada ixtisar gedər. 10 ilə də 160 ixtisar gedər. Qalar nə? Kökün altında 16. Kök altı 16'dan da 4 çıxacaq. Doğru cavab 4. C bəndi. 10-cu suala baxaq. A kiçikdir 0 və B kiçikdir 0 olduqda hansı ifadənin mənası vardır? Şayda gəl bir baxaq bu variantlara. A variantında kökün altında -2A kubu B. Deməli bilir ki, kökün dərəcəsi cüt olduğuna görə mütləq kök altı ifadə, kökün daxilindəki ifadə də nə olmalıdır? Müsbət olmalıdır ki, mənalı olsun. A'nın kubu A mənfi ədəddirsə, kubu da mənfi olacaq. B də mənfi ədəddirsə, deməli mənfi qalacaq. Bu 3 dənə mənfi nə edəcək? Tək sayda olduğuna görə nəticə mənfi olacaq. Bunun mənası yoxdur. B variantına baxaq. Kökün altında -2A kubu B üstü 5. Kub olduğuna görə bu yenə A mənfi olacaq. Burada da B mənfi olacaq. Yenə də nəticə mənfi olacaq. B variantında mənası yoxdur. C variantına baxıram. Kök altında A üstü 4 B. A üstü 4 cüt dərəcə olduğuna görə mənfinin cüt dərəcəsi müsbət olacaq. B də mənfi olduğuna görə B. Müsbəti mənfiyə vuranda nəticə mənfi eləyəcək. Bunun da mənası yoxdur. D variantına baxaq. Kök altında -A kubu B üstü 8. A kubu şahidlər nəticəsi mənfi olacaq. Çünki tək dərəcədə A özü mənfi ədəddir.
B üstü 8 də B mənfi də cüt dərəcə olduğuna görə müsbət olacaq. Göründüyü kimi bu iki mənfi, bu mənfi ilə bu mənfi nə edəcək? Müsbət. Müsbəti də müsbətə vuranda nəticə müsbət eləyəcək. Deməli, bu variantın cavabı doğrudur. Yəni, mənası var. Doğru cavab D bəndi 10-cu sualda. 11-ci sual. A böyükdür 0 və B kiçikdir 0 olduqda deyil, bu ifadəni nə edəcəyik? Biz sadələşdirəcəyik. 25 A üstü 6, 49 B üstü 10 bərabərdir. 5 kök 6 25-dən 5 çıxacaq şahidlər. Bu 6 ilə bu kökün dərəcəsi ixtisar getdikdə, yəni 6 ilə kökün dərəcəsi 2 daxı getdikdə nə qalacaq? Modulda A kub. Deməli, unutmayaq şahidlər, kökün dərəcəsi cütdürsə, kök altından çıxartdıqda modulda çıxardacaq hər zaman. Məxrəcdə də 7, B üstü 10-dan da 2 ilə ixtisar getsə kökün dərəcəsindəki 2 ilə nə qalacaq? Modulda B üstündə 5 qalacaq. Bərabərdir. İndi burada işarələrinə diqqət edin. A sıfırdan böyük olduğuna görə bu modulun içərisində nə edəcək? Elə müsbət edəcək. Deməli, sürət olduğu kimi çıxacaq. 5A kubu çıxacaq. B kiçik 0 olduğuna görə B-nin yerinə mənfi ədəd qoyulacaq. Tək dərəcə olduğuna görə mənfi olacaq. Ona görə məxrəcdən mənfi ilə bir yerə çıxacaq. Mənfi 7 B üstü 5 olacaq. Bu da hansı cavabda görsənir şahidlər? Doğru cavab B bəndi görsənir. B bəndi. 12-ci sual. Mənfi kök altında 55 hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Şahidlər, bu mənfi 55 deməli hansı iki ədəd arasında yerləşir? Hansı iki ədədin kvadratları arasında yerləşir? 7-nin kvadratı ilə 8-in kvadratı. Düzdürmü? 49 edir bu. Bu da neçə edir? 64. Deməli, bu arasında, ikisinin arasında yerləşir. Deməli, təqribən bu ədədimiz mənfi 7 tam, deyək ki, 14 təqribən belə gedir. Mənfi 7, 14 də ədəd oxunda harada yerləşir? Mənfi 7 buradasa, mənfi 7, 13 bu hissədədir. Mənfi 8 də bu hissədədir. Deməli, mənfi 8 və mənfi 7 arasında yerləşəcək. Doğru cavab D bəndi. 13-cü sual. 8-ci dərəcədən 3, 3, 9. Burada da 4-cü dərəcədən 9, 6, 243 bərabərdir. İndi şahidlər biz nə edəcək burada? Baxın. Bu kökün 8-ci dərəcəsi qalacaq. Bu maraqlı sualdır. Həm də şagirdlərin çətinlik çəkdiyi sual tiplərindəndir bu suallar. 3-cü dərəcədən, bax bu 9-u yazacağım mən 3-ün kvadratı. Məxrəcdə də 4-cü dərəcədən 9-u yazacağım 3-ün kvadratı. 6-cı dərəcədən, bax 243 neçədir? 3 üstü neçə deməkdir? 243. 3 üstü 5 deməkdir. 3-ü 5 dəfə özünə 243 eləyəcək. Bu da bərabərdir. İndi burada şagirdlər diqqət eləyək nəyə? Burada şagirdlərin əksəriyyəti səhv edir. Bax, bunu ən gözəl, rahat üsulu, bax, bu cür eləyəcək şagird. Kökün dərəcəsi 3 ilə, bax, buradakı kökün dərəcəsi. Bu 3 ilə, bax, bu 3 ilə, bu 3 ilə, bu 8-i bir-birinə vursa, kök altında 24. Dərəcə 24 olur. Eyni aşağıda da baxsaq buna, 4 ilə 6-yı vursam, nə eləyəcək? Kök altında 24. Bax, buradakı 6 ilə, kökün dərəcəsini 6 ilə bu 4-ü bir-birinə vururam. Eləyək kök altı 24. İndi surətə baxıram. Bu köklərin dərəcəsi məlum oldu. İndi buradakı 3-ü, bax, buradakı 3-ü bu kökün altına salacam. Bu kökün altına salınanda, bax, buradakı dərəcəyə yüksəlilərək gedəcək. 3-ün kubu, bu da 3 üstü 2. Neçə eləyəcək? Bax, 3-ün kubu vur, 3 üstü 2 olacaq. Burada da eyni şeyi eləyəcək. Bax, buradakı məxrəcdən 3-ün kvadratını salacaq biz hara? Bu kökün altına. 3-ün kvadratını bu kökün altına salında nə olacaq? Bu 6 var ha. Bax, bu 6 vurulacaq bu 2-yə. Yəni olacaq 3 üstündə 12, digər kökün altındakı 3 üstü 5-ə vurulacaq. Yəqin ki, bura kimi başa düşdüsə də davam edək. Bərabərdir. Hər ikisində köklərin dərəcəsi eyni olduğuna görə bir kök altına sala bilərik. Kök altında 24 olacaq.
24-cü dərəcədən daha doğrusu. Sürətdə olacaq 3 üstündə 3 qüvvətlər toplanacaq 3 üstü 5. Məxrəcdə olsa 3 üstü 17. Bu da bərabərdir. Kök 24-dən 3 üstü 5 ilə 3 üstü 17-də ixtisar gedər. Sürətdə 1 qalacaq. Məxrəcdə qalacaq 3 üstündə 12. Bu da bərabərdir. Bu da bərabərdir. Nə? Kökün bax buradan da bərabər necə yazacaq? 24 ilə də bax ayrı-ayrı kökləri yazım ən yaxşısı. 24-cü dərəcədən 1. Bu da 24-dən 3 üstü 12. Sürətdən 1 çıxacaq. Məxrəcdən də şəhiddən nə çıxacaq? Kök altında 12 ilə 24 ixtisar gedəcək. Qüvvətdəki 12 ilə. Qalacaq kök altında 3. Bunu da irrasionaldan azad eləsəm nə olacaq? Kök 1 bölü kök altı 3. Hə, verili belə heç eləməyək. Cavablar elə o şəkildə də qalıb. Deməli, elə 1 bölü kök altı 3 qalıb. Doğru cavab A bəndi. 14-cü sual. A çıxılsın B. Şayda bu misalı özün köçürtmürəm. Vaxtımız çox gedəcək. Ona görə birbaşa bax belə eləyəcəm. Bu surətdəki A çıx B-ni mən bu şəkildə yazacağam. Kök altında 3-cü dərəcədən A-nın kubu şəklində yazacağam. B-ni də kök 3-cü dərəcədən B-nin üstündə kub şəklində yazacağam. Onsuz da şəkildə bu 3 ilə, bax bu kub, buradakı 3 ilə bu 3 gedəndə yenə qalır nə A. Bu şəkildə yazmaqdan məqsədim məxrəcdəki ifadəni görə bilməyim üçündür. Yəni necə olacaq indi? Davamını gətirsəm, 3-cü A kvadrat üstə gəl 3-dən B kvadrat üstə gəl 3-dən AB. Üstə gəlsin 3-dən B bərabərdir. Şayda yuxarı, yəni sürəti biz müxtəsər vurma düsturuna görə açsaq, nə olacaq? Kök altında 3-cü dərəcədən A çıx, kök 3-cü dərəcədən B vurulsun, kök 3-cü dərəcədən A kvadrat üstə gəlinsin, kök 3-cü dərəcədən AB üstə gəlinsin, kök 3-cü dərəcədən B kvadrat. Bu sürəti oldu. Məxrəc də eyni ifadədir, yazmıram, vaxtımız çox getməsin. Üstə gəlsin, kök 3-cü dərəcədən B. Göründüyü kimi bu sürətdə bu ifadə ilə bax bu məxrəcdəki eyni olduğunu getdi. Qaldı nəticədə nə? Kök 3-cü dərəcədən A çıx, kök 3-cü dərəcədən B üstə gəl kök 3-cü dərəcədən B. Bu kök 3 B-lər getdi. Qalır nə? Kök altında 3-cü dərəcədən A. Doğru cavab şahidlər C variantı. 15-ci suala baxaq şahidlər. A kiçikdir 0 və B böyükdür 0 olduqda ifadəsinin vurğu kök işarəsi altında salınır. İfadəni əvvəl yazaq A, B kvadratı. Kök 4-cü dərəcədən A kvadratı B üstü 9-dur. Əziz şagirdlər, yadda saxlayaq ki, bax A kiçikdir 0 olduqda çöldəki A-nı biz içəri saldığımız zaman mənfisini qoyub girəcək içəriyə. Mənfi kök 4-cü dərəcədən saxlayaq. Yəni içəri girəndə eyni zamanda nə edir? Bu 4-ü götürüb girir də qüvvətlə. Yəni olacaq A üstü 4 şəklində girəcək içəri. B-yə baxaq necə girəcək? B ədədi burada 0-dan böyükdür. O da olduğu kimi girəcək. Ancaq yenə də bu 4 nə olacaq? Buradakı qüvvətə vurulub girəcək. Yəni B üstü 8 şəklində girəcək. Vurulsun. Kökün altında da A kvadrat bölünsün. B üstü 9 bərabərdir. Mənfi kökün altında 4-cü dərəcədən. İndi burada A üstü 4-ü A üstü 2-yə vurduqda A üstü 6 eləyir. Bu B üstü 8 ilə də buradakı 9 ixtisar gedir. Məxrəcdə qalır nə? B özü. Deməli, belə bir cavabımız hansı variantda görsənir şahidlər? D variantında. Doğru cavab D variantı 15-ci sualda. 16-cı suala baxaq şahidlər. A bərabərdir 7-ci dərəcədən x kvadratı 3-cü dərəcədən bu da x. Buradan A bərabərdir. Şahidlər belə yazacaq. Deməli, bu köklərin dərəcələrini bir-birinə vuracaq. Bu 3 ilə bu 7-ni bir-birinə vuracaq. Olacaq 21. Kökün dərəcəsi 21. Bu x kvadratını bu kökün altına salacaq şahidlər. Bu zaman nə edəcək? Kökün altına girərkən kökün buradakı dərəcəsi neçədir? 3. Bu 3 2-yə vurulub girəcək. Yəni x üstündə 6 olacaq. 2-ni 3-ə vuranda 6. Vurulsun bu
kökün altındakı x üstü 1'ə. Bu da bərabər nəyə? Kökün altında 21-ci dərəcədən x üstü 7. Şayda bu da nəyə bərabərdir onda? Bu da bərabərdir. 21 ilə 7 xısar getsə nə qalacaq? 3-cü dərəcədən x qalacaq. İndi nəticə a üstündə 3-cü dərəcədən x qalır. Şayda bunun da deyir ki, a üstü n. A üstü n nə deyir bizdə? N'in hansı hangisi natural qiymət? A üstü n ifadəsinin naturaldır. A üstü n biz bunu neçənci dərəcəyə yüksəltsək a natural alına. Təbii ki, kökün dərəcəsini neçədirsə ona yüksəltməliyik. Kökün dərəcəsi neçədir? 3. Ona görə bunu 3-ə yüksəltsək, bunu da 3-ə yüksəltsək, nə olur? A kubu bərabərdir x. Yəni natural ədəd olacaq. X-in özü natural ədəd alınacaq. İfadəsi nədir? Cavabımız şagirddə neçə oldu deməli? Neçənci dərəcə oldu? 3. N 3-üdür. N'in hansı hangisi qiymətində? 3 qiymətində. 17-ci suala baxaq şahiddə. 32 üstündə 5-də 2. Üstə gəlsin 0,125 mənfi 1,3'də 2. Üstə gəlsin 5'in kubu üstündə 0. Üstə gəlsin 0,1000'də 1 üstündə mənfi 3'də 1. Bərabərdir. Bərabər. 32'ni yazacağım şahiddə. 2 üstündə 5. Üzərində 5'də 2. Üstə gəlsin. 1000'də 125. 1000'də 125. Neçə deməkdir şahiddə? 8'də 1 demək. Düzdürmü? 8'də 1. 1000'də 125. Bəli. 8'də 1. 8'də 1 üstündə mənfi 3'dən 1'i 3'ə vurub, yəni düzgün olmayan kəsrə çevirsək bunu mənfi 3'də 5 edir. Üstə gəlinsin 5'in kubu 125 edir. Üstündə də 0. İstənilən ədədin 0-cı qüvvəti nə olur şahiddə? 1'ə bərabər olur. Yəni bu 1'dir. Üzərinə gəlinsin 0,1000'də 1. 1000'də 1. Bax bu şəkildə yazacağım. 1000'də 1. Bunun üzərində də mənfi 3'də 1. Mənfi 3'də 1. Bu da bərabərdir. Burada 5 ilə 5'i 5'də 2'yə vurduq da, bax. Bu 5'i 5'də 2'yə vurduqda nə olur? 5'də xısa gedir 2'nin kvadratı. Üstə gəlinsin 8'də 1 mənfi 3'də 5. Deməli 8'də 1 8 üstü mənfi 1 deməkdir. Bu da mənfi 3'də 5 deməkdir. Üstə gəlinsin 1 üzərinə gəl. Bu 1000'də 1 də 10 üstü mənfi 3 deməkdir. 10 üstü mənfi 3. Bu da 3'də 1. Bərabərdir. 2'nin kvadratı 4. Bu da 1. Eləyəcək 5. Çox şagirdin qaçdığı sual tiplədir. Əziz şagirdə. Qorxmaya ehtiyac yoxdur. 5 üzərinə gəl. İndi şagirdə burada nə edəcək? Baxın. Bu 8'i mən yazacağım. 2'nin kubu. Bu üstündəki mənfi 1 ədədəyində olacaq. 2 üstü mənfi 3. Bunun üstündə də hələ ki saxlayaq. Mənfi 3'də 5'i. Bu 1'i yazmışdır. Üstə gəlinsin. 10 üstü mənfi 3'ü də mənfi 3'də 1'ə vuranda nə eləyəcək? 10 üstü 1 eləyəcək. Bu da bərabərdir. 10. Bu da 5. Neçə eləyəcək? Bunları toplayanda 15. Üstünə gəlsin. 3 ilə də 3 gedəcək. Bax qüvvəti. Mənfi 3'ü mənfi 3'də 5'ə vurduqda. Bax bu mənfi 3'ü. Burada mənfi 3'də 5'ə vurduqda. Müsbət eləyəcək. 3'lər gedəcək. 2 üstü 5. Bu da bərabərdir. 15. Üstə gəlsin. 2 üstü 5 də şahiddə neçə eləyir? 30, 32. 32'nin də üstündə 15 gələndə 47. Doğru cavab 47. 18-ci suala baxaq şahiddə. Deməli, kökün altında 47 üzərinə gəl. 3 çıxılsın 2 kökdə 5. Kökün altında 29 üstə gəl 12 kök altında 5'dir. Şahidlər, bax burada nə etmək lazımdır? Bax bu kök altı ifadə ki var, bax bu hissə. Bu hissədə biz nə etməliyik? Diqqətli olub radikaldan kök almalıyıq. Yəni bax bu hissəni saxlayaq əvvəlcə. 47 üstə gəlinsin. 3 çıxılsın 2 kök altı 5'i saxladım. Bu radikaldan kök almaq üçün nə etməliyik? Bax bu 12 var ha, bax buradakı kök 5'in, bax bu kök 5'in qarşısındakı 12'ni mən yazacağım 2 vurulsun 6 şəklində. Sonra
10 yazmaqda məqsədim indi nədir? Müxtəsər vurma düsturunu görmək üçün yazıram orada. 29 üstə gəlsin. Bu 2-ni çöldə saxlayacağam. 6-nı kökün altına salacağım. Olacaq onda 2 kök altında. 6-nı kökün altına salanda kvadratı götürüb buradakı 5-ə vurulacaq. Yəni bu şəkildə olacaq. Bunu da biraz uzadaq. Bərabərdir. Deməli, bu bizə əvvəlin yazaq hələ ki 47 üstə gəlsin 3 çıxılsın 2 kök altında 5. Düzdürmü? Baxın inşallah. Burada nə edəcək? Bu 6-nın kvadratı 36-nı 5-ə vuranda neçə eləyir? 180. Düzdürmü? İndi 2 ədəd fikirləşəcəm ki, vuranda 180 eləsin, toplayanda 29 eləsin. Yəni bu 29-u versin, toplayanda, vuranda da bu 180-i versin. Həmin 2 ədədimiz 9 və 20-dir. Deməli, mən buranı yaza bilərəm. Kök altında 20 üzərinə gəlsin, kök altında 9-un mötərizə kvadratı şəklində yaza bilərəm. Bunun açılışı, bax bu kökün altındakı, bax bu ifadənin açılışı, bax bu ifadənin açılışı, bax bunu verəcək. Bax bunu verəcək. İndi biz davam edək, bərabərdir. Kök altında 47 üstə gəlinsin, 3 çıxılsın, 2 kök altında 5 vurulsun. İndi bax 2 ilə, bax bu kök gedəcək, nə qalacaq? Qalacaq kök altında 20. Kök altı 20-yi də biz 2 kökdə 5 yaza bilərikmi? Yaza. 2 kökdə 5, kök altı 9-dan da 3 çıxacaq. Üstə gəlsin 3. Bərabərdir. Kök altında 47 üstə gəlsin. Bax, şayda bura bizə nəyi verir? Müxtəsər vurma düsturu. Yəni 3-ün kvadratı çıxılsın. 2 kök 5-in mötərizə kvadratının açılışıdır. Bax bura. Bu da bərabərdir. Kök altında 47 üzərinə gəlinsin. 3-ün kvadratı 9 eləyir. 2 kök 5-in də kvadratı 20 eləyir. 9 çıxılsın 20. Bu da eləyəcək. 9-dan 20 çıxanda mənfi 11. Bərabərdir. Mən buranı biraz silək. Bu da bərabərdir. 47-dən 11 çıxanda 36. 36-dan neçə çıxacaq şahidlər? 6. Doğru cavab 6 olacaq. 19-cu suala baxaq şahidlər. Deməli, hər ikisində göründüyü kimi kökün dərəcələri 3-ə bərabər, düzdürmü? Onda bir kök altında yaza bilərik bu ifadələri 3-cü dərəcədən. 4 minus kök altında 15. Məxrəcdə də 31 üstə gəlinsin 8 kök altında 15. Üzərinə gəl kök altında 15 qalsın. Bu da bərabərdir. Şagirdlər, aşağıda biz radikaldan kök almaya çalışacaq. Yəni bu cür misalda 18-də də dediyim kimi, bax bu kökün qarşısındakı, kök altı 15-in qarşısındakı 8-i mən yazacağım 2 vur 4 şəklində. Sonra bu 4-ü bu kökün altına salacağım. Bu 3-cü dərəcə qalsın hələ ki. Surətdə 4 çıx kök altın 15. Məxrəcdə olacaq 31 üstə gəlinsin. 31 üstə gəlsin. 2 qalacaq çöldə kökün altında. 4-ü kökün altına salanda dərəcəsini yüksəldib salır. Yəni 16 vurulsun 15. İndi biz burada müxtəsər vurma düsturunu görməliyik. Necə baxaq? Deməli, bax bu hissədə hansı 2 ədəddir ki, vuranda bu ədəd eləyir. Yəni 16 vur 15 eləyir. Toplayanda da bu 31 ilə 16 və 15-in özüdür də. 16 və 15-in özüdür ki, 4 çıx kök 15-i saxlayaq. İndi görün necə olur aşağı şahidlər. Deməli, bax bu kök altında 16 üstə gəlsin kök altında 15-in kvadratının açılışı şagirdlər. Açılışı. Bax bunun bunun açılışı bizə bax buradakı ifadəni verəcək. Bax bunun açılışı, bax bunun açılışı bizə nəyi verəcək? Bax bu ifadəni verəcək. İndi davam edək. Üstə gəlinsin kök altında 15 qalsın. Bərabərdir. Deməli, bərabərdir. Şayda indi bunu 3-cü dərəcədən bu məxrəci irrasionaldan azad eləyək. Məxrəci irrasionaldan azad eləmək üçün biz 4 çıx kök altı 15 məxrəci kvadratına vuracağım. Yəni bu 16 onsuz da nədir şayda? Kök altı 16-dan 4 çıxır da. 4 üstə gəl kök 15-in kvadratı. Bunun qoşması elə 4 minus kök altında 15-in kvadratıdır. Məxrəci bu ifadəyə vurduğuma görə surəti də nə edəcəm?
4 çıxılsın kök altı 15'in kvadratına vuracağım. Üzerine gel buradaki kök altı 15. Bu da beraberdir. Beraberdir. Kök 3-cü dərəcədən bax şayda məxrəc kvadratlar fərqidir. Yəni belə deyək də, belə yaza bilərik. Qoy bunu aşağıda yazın mı? Deməli, bax məxrəci bu şəkildə yazacağam. İndi diqqət eləyin. 3-cü dərəcədən sürət olacaq 4 çıx kök altı 15'in kubu. Məxrəci isə bax belə yazacağam. Bu bir yerdə və üzərində kvadratı bir şəkildə yaza bilərik. Yəni 4 üstə gəl kök 15, 4 çıx kök 15. Bunun üzərində də ümumi mötərizənin 2. Bura bizə nə verəcək? 1 verəcək. Üstə gəlsin kök altı 15 də qaldı. Bura bizə 1 verir. 1'in kvadratı 1 eləyir. Bu 3 ilə də bu kök gedir. 3-cü dərəcə gedir. Qalır nə? Qalır 4 çıxılsın kök altı 15. Üzərinə gəl kök altında 15. Bu da eləyəcək neçə? Kök 15'lər getdi. Cavab olacaq 4. Maraqlı sual idi şagirdlər. Biraz da çətindir. Növbəti sualımıza keçid eləyək. 20-ci sual şahidlər. A'nın neçə tam qiymətində kök altında 14 çıx A üzərinə gəlsin kök altında A çıx 9 ifadəsinin mənası var. Şayda kökün altındakı ifadə nə olmalıdır? Bilirik ki, sıfırdan böyük bərabər. Yəni 14 çıx A böyükdür bərabərdir 0. Burada A kiçikdir bərabərdir 14'dən. Və eyni zamanda A çıx 9'da nə olmalıdır? Böyük bərabər 0. A da böyük bərabərdir 9'dan. Deməli, bizim A'mız 9'dan böyük olmalıdır. 14'dən kiçik bərabər. 9'dan. Deməli, bu da intervalla belə göstərsək 9, 14 parçası. Burada da nə istəyir bizdən? Neçə tam qiyməti. Buradakı tam ədədlərin sayını da tapanda 14'dən 9'u çıxıb üzərinə 1 gəlirik. Hər iki tərəfdən qapalı mötərizə olduğuna görə şagirdlər. Ona görə üzərinə 1 gələcək. Bu da eləyəcək 6. Deməli, 6 dənə tam qiyməti. Və yaxud da ki, bu bilmirsinizsə, elə birbaşa buradakı ədədləri yaza bilərsiniz. 9, 10, 11, 12, 13 və 14. Bunların da sayı 6 dənə. Doğru cavab 6 şahidlər. 21-ci suala baxaq şahidlər. 3 üstün mənfi 3 vurulsun. 6 üstündə mənfi 3 üzərində 4. Məxrəcdə isə 8 üstün mənfi 3 kvadratı vur 162 üstündə mənfi 4. Şayda bu cür misallarda nə edəcək? Çətin tiplər deyil, yəni narahat olmayın, qorxuzmayın özünüzü. 3 üstü mənfi 3'ü saxlayıram. Vurulsun 6 üstü mənfi 3'ü, bax bu mənfi 3'ü 4'ə vuranda neçə eləyir? Mənfi 12. Hələ ki belə yazaq. 8 üstündə də mənfi 3'ü 2'yə vuranda mənfi 6. Vurulsun 162'ni mən yaza bilərəm şayda necə? 2 vurulsun 81. 81 də 3 üstündə 4 deməkdir. Bunun üstündə də mənfi 4. Bu da bərabərdir. Aha. Deməli, yaza bilərik sonra. 3 üstündə mənfi 3. Şayda bu ifadə var. 6 üstü mənfi 12'ni. Bunu yazacağım mən. Bax bu şəkildə. 2 vurulsun 3 üstündə mənfi 12 şəklində. Onda hər birini ayrılıqda yazsam. 2 üstü mənfi 12 vurulsun 3 üstündə mənfi 12. Xassəmiz var da bizim. Yəni hansıdır? A üstündə, M-in üstündə N nəyə bərabər idi? M N-ə vurulurdu. Yəni A üstü M-in. Bunu əsasən biz nə edirik? Bunu bu cür yazdıq. İndi davam edək. Məxrəcdə də 8'i mən yazacağım 2'nin kubu. 2'nin kubunu da bax bu var ha, bax buna. 2'nin kubu yazacağım. Onun üstündə də mənfi 6. Neçə eləyəcək? 2 üstü mənfi 18. Vurulsun 2 üstü mənfi 4. Vurulsun 3 üstü 4'ü də mənfi 4'ə vuranda mənfi 16. Bax 2 üstü mənfi 4 buradakı 1'i, bax 2 üstündə 1'i mən nəyə vurdum? Mənfi 4'ə buradan gəldi. Bu da bərabərdir. Bu da bərabərdir. İndi nə edəcək şahidlər? Üstləri eyni olanları toplayacaq. Kəsin xəttini çəkək. Surətdə 3 üstündə mənfi 3 ilə mənfi 12'ni toplayanda mənfi 15. Vurulsun 2 üstü mənfi 12 qalır. Məxrəcdə də 2 üstündə mənfi 18 ilə mənfi 4 toplayanda mənfi 22. Vurulsun 3 üstünü mənfi 16. 3 üstü mənfi 15 ilə 3 üstü mənfi 15, yəni 15 dənəsi buradan gedəcək. Nə qalacaq? Məxrəcdə 3 üstü mənfi 1 qaldı.
Surətdəki 2 üstü mənfi 12 ilə də buradakı 2 üstü mənfi 22. 22 dənəsi gedəcək. Surətdə 1 qaldı. Məxrəcdə də 2 üstü mənfi 12. Bu da bərabərdir. Bu da bərabərdir. 1 bölünsün. 3 üstü mənfi 1, 3də 1 deməkdir. 2 üstü mənfi 12-də 1 bölünsün 2 üstü 12 deməkdir. Bu da bərabərdir. Bunlar surətə çıxacaq. Olacaq 3 vurulsun 2 üstü 12. Bu da bərabər şayda böyle böyük bir ədəd alınır. 3070 gelir burada vuranda. 3072. Yəni bu mini 24 eləyir. Mini 24'ü də 3'ə vuranda 3072. Doğru cavab şayda 3072. 22-ci sual. Deməli 2 bölünsün 4 minus 3a. Üstə gəlinsin kök 3a bölünsün 3a çıxılsın 4 bölünsün. Bu mötəzədədir. Bölünsün 2 bölünsün kök 3a üzərinə gəl 2. Şaydar burada nə edəcək? Bax, bu mötəzənin içərisinə diqqətlə baxsaq, birinci kəsiri olduğu kimi saxlayıram, 4 çıxılsın 3a. İkincidə isə bax, bunların yerini dəyişirəm. Yerini dəyişdikdə qarşıya mənfi atacağım. Qarşıya attığım mənfi də bu üstə gələ, bax, buradakı aralarındakı toplamaya deyib minus eləyəcək. Minus 4 çıxılsın 3a. Surətdə də qalacaq özü kök 3'ün kök altında 3a. Bu bölməni vurmaya çevirəcəm. Olacaq kök altında 3a üzərinə gəl 2 böl 2. Bu da bərabərdir. Hər ikisi üçün ortaq məxrəc mötərizənin içərisində neçədir? 4 çıxılsın 3a. Surətdə qalacaq 2 çıxılsın kök altında 3a. Birbaşa yazaq şaydar. Vurulsun çöldəki mötərizə çölündəki kök altında 3a'yı üstə gəlsin 2'yə. Məxrəcdəki 2'ni də bura yazaq bu şəkildə. Bu da bərabərdir. Bu da bərabərdir. İndi şayda bax, yuxarıya baxsaq biz nə görürük? Yuxarıdakı ifadə bizə müxtəsər vurma düsturunu verir. Yəni, bax bu hissə ilə, bax bu hissə bizə nəyi verir? Müxtəsər vurma düsturu. Yəni, 2'nin kvadratı çıxılsın kök altında 3a'nın mötərizə kvadratının açılışıdır. Məxrəci isə hələ olduğu kimi saxlayaq. 4 çıxılsın 3a şəklində saxlayıram. Bu bərabərdir. Surətdə olacaq 4 çıxılsın. Kök 3'ün kök altında 3a'nın da kvadratı. Bax 2 ilə bu kök gedəcək. Qalacaq nə? 4 çıxılsın 3a. Məxrəcdə də 2, 4 çıxılsın 3a. 4 çıx 3a'lar ixtisar gedəcək. Qalacaq nə? 1 bölünsün 2. Yəni 0,5. Doğru cavab 0,5 alacaq. 23-cü sual. Deməli kökün hər ikisində dərəcələr eyni olduğuna görə şayda nə edəcəm? Bir kökün altında yazacağım. 28 üstə gəlinsin 10 kök altında 3. Məxrəcdə də yazacağım. 10 çıxılsın 4 kök altında 6. Vurulsun 5 çıx kök altında 3 bölünsün 2 üstə gəl kök altında 6. Bərabərdir. Şayda burada da yenə radikaldan kök almanı tətbiq eləyəcəm. Yəni necə? Bu 10'u mən yazacağım 2 vur 5 şəklində. Buradakı 4'ü də 2 vur 2 şəklində. Sonra bu 5'i kökün altına salacağım buradakı kökün altına. Bu 2'ni də kökün altına salacağım. Bura. Yəni bir dənə çöldə kökün xaricində 2 qalacaq biz üçün. Hər ikisində bu 2'lər qalacaq. Olacaq kökün altında 28 üstə gəl 2 kök altında 25 vur 3 yazaq. 25 vur 3 şəklində. Məxrəcdə də 10 çıxılsın 2 kök altında 4 vurulsun 6. Vurulsun 5 çıxılsın kök altı 3. 2 üstə gəl kök altı 6 da qalsın. Bərabərdir. İndi burada nə edəcək şahidlər? Bax bu yuxarıda 2 ədəd toplayanda 28 edir. Vuranda da 25 vur 3'ün özünü verir. Deməli bunu yazacaq biz kök altı 25 üstə gəl kök altı 3'ün mötərizə kvadratı şəklində. Bunun açılışı, bu mötərizənin açılışı bax buradakı buradakı ifadəni verir bizə. Məxrəcdə də yazacağım. Hansı iki ədədir? 4 ilə 6 24. Vuranda 24 eləyir. Toplayanda da 10 eləyir. 4 ilə 6'ın özü. Yəni kök altında 4 çıxılsın. Gəl bunu bir dəfəlik yazaq. Mənfi incitməsin deyə birbaşa belə yazaq. Kök altında 6 minus kök altında
4'ün kvadratı şəklində yazaq. Çünki aralarında çıxma var burada. Ona görə sonradan yerlərini dəyişmək məziyyətində qalmayaq. Vurulsun 5 çıxılsın kök altı 3. 2 üstə gəlsin kök altını 6 saxlayaq. Bərabərdə davam edək. İndi şayda baxın. Burada kökün altında nədir? İkinci dərəcədə bu da kök gedir. Eyni şey burada da gedəcək. Olacaq modulda 25-dən çölə nə çıxacaq? 5 üstə gəl kök altı 3. Məxrəcdə də modulda kök altında 6 çıxılsın. Kök altı 4-dən də 2 çıxır. Bu da vurulsun. 5 çıxılsın kök altı 3. 2 üstə gəlinsin kök altında 6. Bərabərdir. Nəyə? Bərabərdir, baxaq. Sürətdən nə olacaq şayda? Bax, məxrəc, sürət müsbət olacaq, modul. Burada müsbət olduğu kimi çıxacaq. Onu da aşağıdan yazaq. Deməli, 5 üstə gəlsin kök 3, vurulsun, 5 çıxılsın kök 3. Məxrəcdə də nə olacaq şayda? Kök altında 6 çıx 2, vurulsun, kök altında 6 plus 2. Göründüyü kimi bunlar nədir? Şayda hər ikisi müxtəsər vurma üstü. A kvadrat çıx B kvadrat. Onda 5-in kvadratı çıx, kök 3-ün kvadratı surətdədir. Məxrəcdə isə kök altında 6-nın kvadratı çıxılsın 2-nin mötərizə kvadratı. Bu da bərabərdir. 25 çıxılsın 3, 6 çıxılsın 4. 25-dən 3 çıxanda eləyəcək 22. 6-dan da 4'ü çıxanda eləyəcək 2. 22'yi də 2'yə böldükdə 11. Doğru cavab şahiddən neçə eləyəcək? 11. 24-cü sual. Düzbucaqlı şəklində deyir ABCD parkının daxilində uşaqlar üçün ayrılmış YKFD kvadrat şəkilli hissənin sahəsi 324. Deməli, şəkli çəkək şahidlər. Deməli, burada bir dənə bizim kvadratımız var deyir. Kvadrat şəkilli hissənin sahəsi 324. Bax, buranın sahəsi şahidi 324'dür. Onda bura 324 ise bu kvadrat olduğuna görə Y, K, F, D. Onda bunun tərəfi neçə olur? 18 bura olur. 18 də bura. Buradan bura qədər məsafəni neçə verib? Kök altında A. Buradan burada məsafəni nə verib? Kök altında B. İndi bizə bu ştrixlənmiş hissənin sahəsini istəyir, düzdürmü? Onda buranın sahəsini necə taparaq oxuyaq, yoxsa onu istəmir. Parkın uşaqlar üçün ayrılmayan A, B, C, F, K, Y hissəsinin sahəsini A və B ilə ifadə edir. Bəli. Bizdən bu hissəni park üçün ayrılmayan hissəni, bax bu ştrixlənmiş hissəni istəyir. Bunu necə tapacaq şahidlər? Ümumi sahədən, onda yəni ümumi kvadratın onda bu tərəfi neçə olur? Bax burası olur. Kök altında B toplu 18. Bu hissəsi də ümumi neçə olur onda? Kök altında A toplu 18. Onda bunun sahəsini tapmaq üçün biz nə edəcəyik? Kök altında B toplu 18 vurulsun. Kök altında A toplu 18. Bunu vurub asaq. Kök altı B'ni kök altı A'ya vuranda kök altında bərabər kök altında A, B üstə gəlsin 18 kök altında B üstə gəlinsin, bunu buna vuracaq indi 18 kök altında A 18'e vuranda üstə gəl 324. İndi bizim ümumi bu hissəmiz neçə olacaq? Bax, hər ikisində 18'lər varsa burada da kök altı AB. Deməli 18 çölə çıxarsam kök altında B topla kök altında A. Bu belə. Üstə gəl kök altı AB üstə gəl 324. İndi biz bu ümumi böyük kvadratın sahəsindən, bax bu böyükdən hansını çıxacaq? Bayaqki 324'dür. Onda 324'ü çıxanda nə qalacaq şahidlər? Burada elə bir çıx 324 yazsam, bu ağ rəng balaca, baba bu hissəni çıxsam, baba bu 324'ü çıxsam, nə qalmış olacaq onda? 324'lər gedəcək. Cavabımız bizim kök altında A, B üstə gəlinsin 18 kök altında B üstə gəl kök altında A qalacaq. Yəni bizdən də bunu A, B ilə ifadə elədiydi. Doğru cavabımız bu olacaq şahidlər. Və nəhayət şahidlər 25-ci sualımıza gəldik. 4 kiçikdir bərabərdir x kiçikdir bərabərdir 6. Yəni x'in qiymətləri 4 ilə 6 arasındadır deyir.
kök altında x çıx 3'ün kvadratı üstə gəlinsin kök altında x çıx y x çıx 7'nin kvadratı məxrəcdə də kök altında x çıx 8'in kvadratı çıxılsın kök altında 6 çıx x-in mötərizə kvadratı. Şayda cüt dərəcələr olduğuna görə, bax kökün dərəcəsi cütdür hər birində və kökün altındakı ifadənin də kvadratdır. Onda bu modulda çıxacaq. Yəni cüt dərəcəli hər ikisi. Modulda x çıx 3 üstə gəlsin modulda x çıx 7 bölünsün modulda x çıx 8 çıxılsın modulda 6 çıx x şəklində yazacağım. İndi burada nə edəcəm? Bu şərtdəki şərti nəzərə alacağım. Yəni bu x hardadır? 4 ilə 6 arasında. 4 ilə 6 arasında birinci modula baxsam, mən hər hansı bir ədəd götürsəm, tutaq ki 4,5 götürsəm və yaxud da 5 götürsəm, bu eləyəcək müsbət, bu eləyəcək mənfi, bu eləyəcək mənfi, bu eləyəcək müsbət. Deməli, müsbət olan hissələr olduğu kimi çıxacaq şahidlər. X çıxılsın 3. Digərlər isə yerini dəyişib çıxacaq. Yəni üstə gəlir 7 çıxılsın x. Yerlərini dəyişdi 7-dən x çıxdı. Məxrəcdə də bax bura mənfi olduğuna görə 8 çıx x kimi yazacağam. Çıxılsın. Olduğu kimi çıxardacaq bunu. Mötərizədə yazaq. 6 çıxılsın x. Bu da bərabərdir. Sürətdəki mənfi x ilə müsbət x gedir. 7-dən 3 çıxanda sürətdə qaldı 4. Məxrəcdə isə şayda bu ilə burada sadələşdi. 8 çıx x çıx 6 üstə gəlir x. Bu x-lar gedir. 8-dən 6 çıxanda 2. 4 bölünsün 2. Doğru cavab 25-ci sualda da neçə alacaq? 2 alacaq. Hər birinizə təşəkkürümü bildirirəm şagirdlər. İzlədiyiniz üçün kanala abunə olmağı unutmayın. Hər birinizə imtahanda uğurlar arzulayıram. Təşəkkür edirəm. Sağ olun.